Şuşa şəhəri yenidən qlobal medianın mərkəzinə çevrilib. Dünyanın 54 ölkəsindən gələn media rəhbərlər və ekspertlər hazırda Şuşadadır. 2 günlük 4-cü Şuşa Qlobal Media Forumu bugün öz işini yekunlaşdırır. Sülhün təşviqi, həqiqətin bərpası və rəqəmsal əsrin çağırışları. Şuşa şəhəri tarixi günlərindən birini yaşayır. Sayca 4-cü olan Qlobal Media Forumu artıq ikinci gündür ki, dünya mətbuatının diqqət mərkəzindədir. İyulun 13-də Prezident İlham Əliyevin iştirakı ilə başlayan forum ilk gündə mühüm siyasi bəyanatlarla yadda qaldı. Dövlət başçısı xarici jurnalistlərin suallarını cavablandırarkən rəsmi Bakının Avropa Şurası ilə bağlı kəskin mövqeyini açıqladı və nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycanın bu qurumdan tamamilə çıxa biləcəyini bəyan etdi. Bugün forumun ikinci və yekun gününə isə əsas diqqət praktik mövzulara yönəlib. 160-a yaxın beynəlxalq ekspert qlobal informasiya mühitini təhdid edən dezinformasiya və feyk xəbərlərlə mübarizə yollarını müzakirə edəcək. Digər bir mühüm mövzu isə süni intellekt əsrində media etikasıdır. Sürətlə inkişaf edən texnologiyalar dövründə obyektiv jurnalistikanın qorunması və media savadlılığının artırılması əsas hədəf kimi göstərilir. Dağıntıdan Dirçəliş adlı sessiyada isə Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng yenidən qurma işlərinin dünya mediasında düzgün işıqlandırılması mexanizmləri nəzərdən keçiriləcək. Forum bugün qəbul olunacaq yekun bəyanat və xarici qonaqların Şuşanın tarixi məkanları ilə tanışlığı ilə başa çatacaq.